Hər kəsə salam dostlar. Uzun müddətdən sonra bugün yenidən bir kontentlə qarşınızdayıq. Mövzu həyat iştahasıdır. Nədir həyat iştahası? Bizcə. Həyat iştahası insanın varoluşunun özünə yönəlmiş affirmasiyasıdır. İnsanın həyatı sadəcə davam etdirmək üçün yox, niyə yaşadığını dəyərli sayıb bunu anlamaq istəyidir. Burada sadəcə yaşamaq anlayışını biz niyə yaşayıram sorusuna cavab tapmaq kimi yox, həm də həyat və yaşamaq anlayışlarının özünü dəyərli saymaq kimi başa düşə bilərik. Bu anlayışı bir çox digər məfhumlarla əlaqələndirmək mümkündür. İlk olaraq yaşamaq iradəsi ilə əlaqələndirmək istəyirəm. Yaşamaq iradəsi niyə bu anlayış? Çünki insan doğulduğu gündən etibarən öz varoluşu boyunca yıxıla və qalxaraq davam elətdirir öz həyat yolunu. Buna biz bir körpənin dünyaya gələrkən valideyninin ona istidir, toxunma deməyinə rəğmən o kəşf etmə arzusu ilə o isti olan obyektə toxunmağı və buna baxmayaraq incinməyini, ailə daxilində yaşanılan hər hansı bir problemin şəxsə dözülməz gəlməyini və ya şəxsi münasibətlərdə partnyorlardan birinin digərinə etdiyi xəyanətin digəri üçün alçaldılmış hiss etdirməsi və s. kimi nümunələr göstərə bilərik. Amma buna baxmayaraq insan həyatında yaşadığı bütün bu çətin, dözülməz hesab elədiyi anların paralelində beynində yeni bir qapılar açır sabah üçün. Yenə və yenidən yeni arzular, yeni istəklər planlayır. Bu planlar üçün necə cəhd eləyə bilər? Bunların siyahısı keçir. Və bir müddətdən sonra fərqinə varırıq ki, bu gün bizim üçün dözülməz hesab elədiyimiz hər hansı həmin o hadisə artıq ötüb keçib, keçmişdə qalıb. Bu da əslində insanın həmin o hadisəyə deyil, ondan sonraki yaşayacaqlarına fokuslanmasından, yəni yaşamaq iradəsindən irəli gəlir. Bu da elə həyat iştahası ilə birbaşa əlaqəlidir. Başqa bir tərəfdən biz həyat iştahası anlayışını mövcudiyyəti mənalandırma cəhdi kimi dəyərləndirə bilərik. Bu da dəyişkəndir. İnsanın yaşadığı mühit, onun formalaşdığı toplum, ailəsinin ona ötürdüyü dəyərlər və yaxud da ki, ümumiyyətlə şəxsin özünü yetişdirmə tərzindən asılı olaraq dəyişir. Kimisi üçün həyat iştahası hər hansı bir hadisə baş verdiyi zaman ona etiraz etmə, müqavimət göstərmə hissidirsə, başqa biri üçün ümumiyyətlə həyatın mənasız olduğu və bu mənasızlığın içində öz mənasını tapma cəhdi, öyrənmə cəhdidir. Və bütün bu həyat iştahası anlayışını fərqli aspektlərdən dəyərləndirmək bizə onu göstərir ki, biz eksistensial baxımdan bu anlayışı müxtəlif cür təhlil edə bilərik. Amma etik çərçivədən baxacaq olsaq, qarşımıza tək bir yol çıxır. O da yaxşı hesab olunan cəmiyyətdə doğru dəyərləndirilən davranışlarla sadəcə özümüz üçün yox, həm də başqaları ilə münasibətdə müəyyən bir davranış modeli yaradırıq. Yəni biz fərqinə varırıq ki, həyat iştahımız sadəcə özümüz üçün deyil, həm də başqaları ilə münasibətdə nümayiş etdirdiyimiz davranışdan asılıdır. Bunun üçün insan ilk növbədə özünə hörmət edir. Özünə hörmət edən insanda mən özümə dəyər verirəm kimi bir qavrayış formalaşır. Və bu qavrayışı formalaşdıran insan öz dəyərini başqalarına da tanıtdırmaq istəyir. Öz dəyərinin fərqində olub bunu tanıtdırmaq istəyən insan da başa düşür ki, necə ki, o özü dəyərlidir və düşünür ki, qarşı tərəf onun dəyərini tanımalıdır, eləcə də qarşı tərəfin də dəyərli olduğunu başa düşür və onu qəbul edir. Təəssüf ki, qorxunu mədəniyyət kimi formalaşdırmış cəmiyyətlərdə insanlar öz varlığını tapıb tanımaq iqtidarında olmadığından, onlar öz varlığını nəinki dəyərli bilmək, ümumiyyətlə varlığını tapmaq anlayışı onlar üçün qeyri-müəyyən olur. Gəncədə ötən gün baş vermiş hadisə əslində bunun üçün bariz bir nümunədir və bu sadəcə bir gəncin həyat iştahasına başqaları tərəfindən endirilən zərbə yox, həm də cəmiyyətin etik həyat iştahası anlayışını sorğuladan bir səbəbdir. Ümumiyyətlə cəmiyyətdə etik həyat iştahası deyə bir anlayış varmı? Bu özü sual doğurur. Ancaq bu sözü ifadə edərkən nəzərdə tutduğum alt mətin həyatın dəyərinə cəmiyyətin göstərdiyi münasibətdir. Bir çox toplumlarda biz həyatın dəyərinə göstərilən münasibəti sadəcə bu həyatı yaşayan insanın yaxın çevrəsindəki insanlar üçün əhəmiyyət kəsb elədiyini görürük. Digər həmin o çərçivədən kənarda qalan hər kəs üçün şəxsin həyatı sadəcə bir rəqəm, bir statistikadan ibarətdir.
Və biz yaşadığımız dünyada arzu edirik ki, nə vaxtsa həm fərd, həm də cəmiyyət olaraq vicdan və ədalətə söykənən bir sistemdə öz həyat iştahımızın başqalarının təşəbbüs və təzyiqi ilə sonlandırılmadığına şahid olacağıq. Dinlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.